Aleykümselam və rahmetullahi və barakatuhu. Keşke bu sual, bu əməl olununca qabağa veriləydi. Allah Teala Qur'an-ı Kerimdə buyurur ki: "Və la taqtulu awladakum xəşyətə imlaqin, nahnu narzuquhum və iyyakum." Evladlarınızı kasıbçılıq qorxusu ilə öldürməyin. Sizi də onları da ruziləndirən bizik. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hədisin mənasında budur ki, bir şəxs, yəni bir insan ana bətnində olduğu zaman 4 ay bitdikdə onun üçün 4 şey yazılır. Onlardan biri də onun ruzisidir. İnsan sadəcə bu dünyadaykən bir şeyə baxır. Hal-hazırda olduğu çətinlik və gələcəkdə onun gözünü qorxudan şeytanın ona vəsvəsə verdiyi şeylər. Amma düşünmür ki, subhanallah, ruzini verən Allah-u Teala'dır. Və nə bilirsiniz ki, həmən ki evlad səbəbilə Allah-u Teala ona verdiyi, ona yazdığı ruzu ilə sizin bütün çətinlikləriniz aradan qalxasıydı. Və siz nə bilirsiniz ki, siz bu dünyada olmadığınız zaman, bu dünyadan köçdüyünüz zaman evladlarınızdan bəlkə o sizin üçün dua edəsiydi. Siz nə bilirsiniz ki, bəlkə digər evladlarınız sizi küçəyə atdığı zaman həmən ki evladınız sizə sahib çıxasıydı. Yəni bunları insan bilmək lazımdır. Və siz nə bilirsiniz ki, həmən ki evlad, bəlkə Allah-u Teala onu elə bir evlad edəsiydi ki, bütün insanlar ondan faydalanasıydı. Azdırmı elə bir insanlar ki, bir evlad, bir uşaq, cavan bir insan bütün nəslin hal-əhvalını dəyişir. Subhanallah, özə heç kim ondan heç nə gözləmədiyi bir halda. Yəni ruzi baxımından, əxlaq baxımından, elm baxımından bütün bir nəslə, subhanallah, faydası toxunan bir evlad olur. Siz nə bilirdiniz ki, o evlad bəlkə o evladdan olasıydı, o evladlardan biri olasıydı. Ona görə bu nimət böyük bir nimətdir. Evlad niməti həqiqətən böyük bir nimət idi. Bu nimətin qədrini ancaq evlad əldə etmək üçün malını, vaxtını, canını və yorğunluq çəkən insanlar daha yaxşı bilir. Müalicəsi üçün, müxtəlif ölkələrdə onun şəfasını axtarmaq üçün və saatlarla həkim sıralarında gözləyən valideynlər evlad nemətini daha yaxşı bilir. Həqiqətən bu böyük bir səhvdir, böyük bir xatadır. Və əgər tibbi baxımdan hər hansı bir sıxıntı, hər hansı bir problem olarsa, başqa alimlərdən buna icazə verən var. Amma heç bir sıxıntı olmadan, heç bir çətinlik olmadan həm uşaq üçün, tibbi baxımdan və həmçinin də valideyn üçün, ana üçün sadəcə ruzi baxımına görə, ruziyə görə, yəni bir evladın qətl olunması, bir evladın götürülməsi ana bətnindən həqiqətən də Allahın xoşuna gedən bir əməl deyil. Yəni bunu edən insanlar günah sahibidirlər. Allahın verdiyi nemətə qarşı nankör olanlardılar. Və artıq belə bir şey baş vermişdirsə, məsələ gəlir, bəs bu hal baş vermişsə, bəs bundan sonra nə edək? Bundan sonra olunası əməl, yəni insanın Rəbbinə dönməsi, tövbə etməsidir. Yəni insanın peşmançılıq keçirməsi, peşmançılıq hissi keçirməsi və bu əmələ görə göz yaşı tökməsi, Rəbbindən bağışlanması deməsi ki, Rəbbim artıq son, artıq bir də etdim, bir də etməyəcəm. Sənin bizə verdiyi neməti nankörlük etməyəcəm. Bu əməli bir daha qayıtmayacam. Və bu şəkildə insanın öz Rəbbinə əllərini açması, ondan ağlayaraq, sızlayaraq tövbə etməsidir, ondan bağışlanma diləməsidir. Əgər həqiqətən də bu ruzi baxımından, ruziyə görə olunmuşdursa, subhanallah, bunlar cahiliyyə dövründə yaşayan müşriklərin əməlinə bənzəyir. İnsan bundan tövbə etməlidir. Tövbənin də qəbul olması üçün 3 şərt var. Bunlardan biri insanın peşmançılıq hissi çəkməsi, keçirməsi və sonra yəni birinci əmələ tərk olunması, peşmançılıq hissi keçirilməsi və bir də insanın o əmələ qayıtmamasıdır. Qayıtması üçün əzm göstərməsidir, özünü saxlamasıdır. Bu hallar olarsa, inşallah ki, tövbə qəbul olar. Amma insan gərək o peşmançılığını çoxaltsın. Və bəzən insan etdiyi bir xata Allah qatında onun dərəcəsinin artmasına səbəb olar. Ola bilsin ki, bu xata, olunan bu günah insanın Rəbbinə qayıtmasına, Rəbbinə dönməsinə, öz səhvlərini başa düşməsinə səbəb olar. Ona görə insan çoxlu istiğfar etməli bu əmələ görə, Rəbbinə qayıtmalıdır, Rəbbinə dönməlidir.